Hər kəs salamlayıram. Səsvermədə RFO suallarına üstünlük verdiyiniz üçün bu videoda Respublika Fənn Olimpiadalarının 2018-ci ildə 9-cu siniflər üçün keçirdiyi yarımfinal turunun 19-cu sualının həllinə baxacağıq. Gəlin vaxt itirmədən keçək suala. Sualda bizə tərəfin uzunluğu 2 sm olan PQRS kvadratı verilib və bu kvadratın QR və SR tərəflərinin ortasında uyğun olaraq N və M nöqtələri qeyd olunub şəkildəki kimi. Bizdən MPN bucağının kosinusu tələb olunur. Gördüyünüz kimi şəkildə mən burada təsvir etmişəm. Burada M nöqtəsi SR parçasının orta nöqtəsidir. Ona görə burada bu uzunluqlar bir-birinə bərabərdir. Hər birinin uzunluğuna A deyirəm. Bu bir kvadrat olduğuna görə kvadratın bir tərəfinin uzunluğu 2A olacaq. A üstəgəl A. Onda bura 2A yazıram. Oxşar şəkildə N də QR-in orta nöqtəsi olduğuna görə QN də A-dır, NR də A-dır. İndi baxın, bu bir kvadratdır. O zaman bu bucaqlar 90 dərəcədir. 90 dərəcə olduğuna görə mən 3 bucaq PSM-də Pifaqor teoremi tətbiq edə bilərəm. Onda alaram PM-in kvadratı bərabərdir PS-in kvadratı üstəgəl SM-in kvadratı. Yəni 2A-nın kvadratı üstəgəl A kvadrat. Yəni PM-in kvadratı bərabərdir 4A kvadrat üstəgəl A kvadrat. Yəni 5A kvadrat. Buradan PM-i tapsam nə olacaq? Kök altında 5A kvadrat. A kvadratı çölə çıxartsam A kök altında 5. Yəni PM-in uzunluğu nədir? A kök altında 5. Oxşar şəkildə PQ 2A-ya bərabərdir. Burada da Pifaqor teoremi tətbiq etsəm, P-nin uzunluğunun A kökdə 5 olduğunu görərəm. İndi M və N nöqtələrini birləşdirək. Gördüyümüz kimi 90 dərəcə qatetlər A, A-dır. Onda M-nin uzunluğu nə olacaq? Bərabər yanlı düz bucaqlı üç bucaq olduğundan katetlərdən birinin kökdə 2 mislinə bərabər olacaq. Yəni A kök altında 2. İndi baxın, bu bir bərabər yanlı üç bucaqdır. A kökdə 5, A kökdə 5. Onda oturacağı bitişik bucaqları bərabər götürə bilərəm. Yəni bura alfa deyə bilərəm. Onda MPN bucağı avtomatik olaraq bucaqlar cəmi 180 dərəcəyə bərabər olduğundan 180 çıxılsın, yəni 180 dərəcə çıxılsın 2 alfa. İndi növbəti səhifə açıram. Mən bu üç bucaq MPN-də sinuslar teoremini tətbiq edəcəm. Üç bucaq MPN-də sinuslar teoremi. Baxın, sinuslar teoremi bu şəkildədir. Tərəf bölünsün həmin tərəfə baxan bucağın sinusu bərabərdir digər tərəf bölünsün yəni həmin tərəfə baxan bucağın sinusu. Yəni M-in tərəfi A kökdə 2 bölünsün M-ə baxan bucaq hansıdır? 180 çıxılsın 2 alfa. Yəni yazıram A kökdə 2 bölünsün sinus 180 dərəcə çıxılsın 2 alfa bərabərdir. P-nin tərəfi, yəni A kökdə 5 bölünsün hansı bucağa baxır? Alfa bucağa baxır. Yəni sinus alfa. Çarpaz vursaq A kökdə 2 vurulsun sinus alfa bərabərdir. A kökdə 5 vurulsun sinus 180 dərəcə çıxılsın 2 alfa. A-lar burada islah aparıla bilər. Kökdə 2 vurulsun sinus alfa bərabərdir. Kökdə 5 vurulsun. Sinus 180 çıx 2 alfanın əvəzinə mən bunu yaza bilərəm. Baxın, bilirik ki, sinus 180 dərəcə çıx x nədir? Sinus x-dir. Onda 180 çıx 2 alfanın sinusu əslində 2 alfanın sinusudur. Yəni bu sinus 2 alfaya bərabərdir. İndi kökdə 2 sinus alfa bərabərdir kök altında 5. Sinus 2 alfanı da biz bu şəkildə yaza bilirik. Düsturumuz var. 2 sinus alfa kosinus alfa. İndi biz burada sinus alfaları islah aparaq. Deyə bilərsiniz ki, bəlkə sinus alfa 0-a bərabərdir. Sinus alfanın 0 olması üçün alfa bucağı 0 dərəcə, 180 dərəcə, 360 dərəcə kimi qiymətlər almalıdır. Amma burada görürük ki, bu alfa bucağı iti bucaqdır. Çünki bərabər yanlı 3 bucağın oturacağına bitişik bucaqları həmişə iti bucaqdır. O zaman davam eləyək. Kökdə 2 bərabərdir. Kökdə 5 vurulsun 2 kosinus alfa əldə edirik. Buradan kosinus alfanı tapsam alaram kök altında 2 bölünsün 2 kökdə 5. İndi baxın, bizdən bu bucağın kosinusu tələb olunur. Onda yazıram kosinus 180 dərəcə çıxılsın 2 alfa. Bunu da düsturun bilirik ki, kosinus 180 dərəcə çıxılsın x bərabərdir mənfi kosinus x. Onda bu bərabər olacaq mənfi kosinus 2 alfa. Bu da bərabərdir. Kosinus 2 alfanın da biz düsturun bilirik. Kosinus 2x nə idi? Kosinus kvadrat x çıxılsın sinus kvadrat x. Onda mənfi kosinus 2 alfa olacaq. Mənfi kosinus kvadrat alfa
çıxılsın sinus kvadrat alfa bərabərdir. Burada mənfini vursaq hər birinə, mənfi ilə mənfi bir-birini aparır. Sinus kvadrat alfa, burada mənfi var. Çıxılsın kosinus kvadrat alfa. Biz sinus kvadrat alfa üstə gəl kosinus kvadrat alfanın 1 olduğunu bilirik. Onda sinus kvadrat alfanın əvəzinə 1 çıxılsın kosinus kvadrat alfa yaza bilərik. 1 çıx kosinus kvadrat alfa çıxılsın kosinus kvadrat alfa olduğu kimi. Yəni bu da bərabərdir. 1 çıxılsın 2 kosinus kvadrat alfa. Bu da bərabərdir. 1 çıxılsın 2 vurulsun. Kosinus kvadrat alfanda kosinus alfa kökdə 2 bölünsün 2 kökdə 5 idi. Onda kosinus kvadrat alfa bunun kvadratı olacaq. Yəni kökdə 2 bölünsün 2 kökdə 5-in kvadratı bərabərdir. 1 çıx 2 vurulsun. Surətin kvadratı 2-dir. Məxrəcin kvadratı neynir? 2-nin 2 kökdə 5-in kvadratı edir 2-nin kvadratı vur 5 20. 2 bölünsün 20. Bu da bərabərdir. 1 çıxılsın 2 ilə 20 ixtisar getdi, məxrəcdə 10 qaldı. 2 ilə 10 ixtisar getdi, məxrəcdə 5 qaldı. Yəni 1 çıxılsın 5-də 1. Bu da 5-də 4-ə bərabərdir. Yəni bizdən istənilən bu MPN bucağının kosinusu bərabər imiş 5-də 4-ə. Yəni bizim buradakı doğru variantımız A variantıdır. Bu qədər. Əgər video sizlər üçün faydalı oldusa, kanala abunə olub, videonu bəyənməyi unutmayın. Sağ olun.